Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Natəvan qəsəbəsində, eyni zamanda Türklər qəsəbəsində 8 sot torpaqda bir böyük zal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Sənədi, yəni evin öz sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. 137,3 kvadrat metrdir. Yenə təkrar edirəm, 8 sotdur. Hal-hazırda siz zalını görürsünüz. Zalın uzunluğu deməli 8, eni 5 metrdir. Otaqların biri 6'nın 4'ə, bax hal-hazırda gördüyünüz otaq deməli 6'nın 4'ədir. Qiymətin 77.000 manatdır. Mən bildiyimə görə qiymətində bir balaca razılaşma olmalıdır. Burası ikinci otaqdır. İkinci otağın ölçüsü 5'in 4'ədir. Bax bu cürdür. 2 qat kubiklə hörülüb, kürsülüdür. Üçüncü otağın ölçüsü isə deməli 4'ün 4'ədir. Yenidən mən sizə zalını göstərirəm. Zalın uzunluğu 8 metr, eni isə 5 metrdir. İndi isə otaqların necə yerləşməyini görmək mümkündür. Deməli, bu həyət evi Gəncə şəhərində, Natəvan yaxud Türklər qəsəbəsində, bax belə deyim də, 33 nömrəli marşrutun Semişka sexinə döndükdə, bax həmin pavorotdan bura şəhid, Allah rəhmət eləsin, şəhidimizin deməli şəklinin yanından bura evə qədər olan məsafə 260-270 metrdir. Bu ölçünü şəxsən özüm ölçmüşəm. Bax bura isə deməli mətbəğidir. Mətbəği 3'ün 4'ədir. Qapıdan giriş hissəsində olan otağı nəzərə almadım. Yəni o 3 otaq bir zala aid deyil. Bax buranın ölçüsü isə 4'ün 5'ədir. Qarşıda hamamdır. Hamam necə görürsünüz bu cürdür. Stil sistemi kolonkadır. 2 tonluq su bakı var. Bax bura gördüyünüz kimi hamamı həqiqətən böyükdür. Yəni bu cürdür. Bura isə sağ tərəfdə gördüyünüz qapıda həmin zonadır. Burası isə koridorudur. Yəni razdivalkası da demək mümkündür. Yenidən mən sizə qapıdan giriş hissəsini göstərirəm. Eyni zamanda siz deməli qapının dəmir olduğunu görürsünüz. İndi isə bağçasına, bir də ki məhəlləsinə çıxıram. 8 sotdur. Qiyməti 77.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bir balaca deməli, hal-hazırda mən darvazadan giriş hissəsinə yaxınlaşıram. Böyük normal darvazası var. Bax bura deməli evin xarici görünüşüdür. Bax bu cürdür. Yenidən evin xarici görünüşünü göstərdim. İndi isə bağçasına daxil oluram. Mətbəğin altı badvaldır. Bağçasında təxminən 30'a yaxın ağac növ var. Bax necə görürsünüz bu cürdə var. Gördüyünüz kimi deməli qarşıda parnikdir, nane əkilib hal-hazırda. Yəni bax belə bir həyət evinin qiyməti 77.000 manatdır. Qiymətində razılaşma olmalıdır. Hətta mənə deyilənə görə 8 sotdan bir balaca çox olmalıdır. Yenidən bax bu həyət evinin bağçasını göstərirəm. Böyük bir bağçası var, 8 sotdur. İndi isə mən sizə bax bu evin deməli üst hissəsini, yəni krişasını göstərmək istəyirəm. Çox yaxşı bir haldadır, yəni formadadır. Təzədir, bax görmək mümkündür. Evin xarici görünüşündə gördünüz. Bax belə sizlərə uğurlar.